Shin Yokohama, Nagoya, and Kyoto stations before arriving at Shin Osaka Terminal. The Salam conductor's yoldaşlar. room is in car Hazırda number 8. Tokyo'dan Kyoto istiqamətində yola çıxmışıq. Yenə sürət qatarları ilə Shinkansen ilə. Təxminən 2 saat yarıma Kyoto stansiyasına çatarıq. Metronun içindeyim. İndi buradan da tere gideceğim. Burada da metro kapıları farklıdır. Kapılar açılacak, sonra metronun kapıları açılacak. Gireceğiz. Kyoto biraz dağlık yeriydi. Yani tam düzenlik değil de görürsünüz. Karşıdan göründüğü için. İlk təəssüratlar yaxşıdır. Otelin metrodan biraz aralığı 7-8 dəqiqəlik məsafədə azalmışam, orada çatıram. Şimdi de kaldığım yeri göstereyim size oteli. Japon üslubunda şirin, kiçik bir oteldir. Biraz zaldır, ümumi zaldır oturmak için. Televizor var. Çölde oturmağa balaca bir yer var. Giriş hissəsidir. Otaqlar da belədir. Yapın üslubunda. Burada müxtəlif ölkələrdən gələn qonaqların öz valyutalarını əlavə elədiyi hissə var. Mən də manatımızı əlavə edəcəm yəqin ki. Biraz Kyoto'nun küçələri ilə gəzək. Kyoto qədimi şəhərdir və onu deyim ki, 2-ci Dünya müharibəsində zərər görməmiş bir şəhərdir. Əvvəllər Yaponiyanın paytaxtı olub Kyoto. Qarşıda Shinto məbədi var bir də. Ora yaxşı yerə oxşayır xəritadan baxanda. Ora doğru gedirəm. Yaponiyada ümumiyyətlə böyük maşın görmək az olur. Çox belə kiçik maşınlardır, kiçik avtobuslar. Baxın belə. Kyoto məbədlər şəhəridir. Hər yer məbəddir. Shinto məbədi, Buddhist məbədi. Hara baxsaz görə bilərsiniz. Baxın, hətta 3 maşın da kiçikdir. Balaca bir 3 maşın. Dostlar, bu da həmin məbəd. Digərlərində olduğu kimi bu məbəddə də
içəri girməyə icazə vermirlər. Amma mənim üçün içəri maraqlı olardı. İçəridə nə olduğu. Yoldaşlar, sakura ağacının meyvələri olurmuş. Yəni belədir. Kilasın kiçik formasıdır da. Bilmirəm, yeməlidir yoxsa yox. Ancaq mən birini yedim ha, onu deyim. Neyniyəcək, meyvədir də. Dadı da normal gilas tadı verir. Deməli, Yaponiyada yumurtanı qayğana eləyib belə paketdə satırlar. Bunun düzünü axtarsanız, Yaponiyadan başqa heç yerdə görməmişəm. Çox fərqli şeylər satırlar. Hazır yeməklər. Qayğanaq maraqlıdır. Fərqli şeylər olduqca çəkib göstərmək istəyirəm. Bugün birinci gündür, nəsə birinci, ikinci gün dedilər, restoranlar tez bağlanır Yaponiyada. Yəni Yaponiyada deyil, Kyoto'da. Mən çünki o bir şəhərdə görməmişdim. Sonra onun da çarəsi nədir? Marketdən belə hazır yeməklər alırsınız. Ya marketin içində isidir və marketin qarşısına qoyulmuş stollarda oturub yemək olur. Sabahınız xeyir yoldaşlar. Kyoto'da ikinci günümdən çəkiliş edirəm. Səhər saat 8-dir. Azərbaycanda isə gecə saat 3-dir. Hal-hazırda 5 saat fərq var. Kyoto'da avtobuslar göstərmək istəyirəm sizə. İstiqamətdə çox maşın yoxdur. Əsas maraqlı olan bax bu ödəniş aparatlarıdır. Burada deməli istənilən variantla ödəniş eləmək olur. Bir neçə növ kart istifadə edə bilərsən. Kağız pul istifadə edə bilərsən, qəpik pul istifadə edə bilərsən və lazım olanda xırdada qaytarır. Gördüyünüz kimi burada qaytarmalı bir yeri var. Kağız pullar, qəpik pullar, kartlar, istənilən variant. Bura Kyoto'nun Marashiyama deyilən ərazisidir. Buraya yaxın ərazilər deməli Meymun parkı var, bambu meşəsi var. Onlar da gedib gələcəm indi. Sadəcə bura qəşəng yerdir. Burada biraz çəkiliş edir. Meymun parkına daxil olduq. Yəni normalda Arashiyama Monkey Park. Yapon dilində demək istədim, yadımdan çıxdı. Park Koen deməkdir, orasını bildim. Meymun yadımdan çıxdı. Gedək yavaş-yavaş yuxarı. Yəni dırmaşmalı olursun. Parkın girişi ödənişlidir. 800 yen. Harası 10 manat eləyir. Təxmini. Marşrutumuz devam ediyor. Bir tane farklı bir şey göstereyim size. Deməli, yuxarı dırmaşıb istəyəcəyiniz fikirləşərək Yaponlar belə ventilyasiya sistemi qoyublar. Biraz sərinləmək olur. Devam edək. Dırmaşa gəldik, çıxdıq Meymun parkına. Bax, belə meymunlardır. Burada müşahidə məntəqəsi var.
Çıxaq buradan. Yəqin ki, şəhəri görə biləcəyik. Bura dincəlmə yeridir və həm də müşahidə məntəqəsidir. Kyoto şəhərini bir də belə yuxarıdan görün. Many monkeys come down to the center area. Please move outside center area. Thank you. Balası qıcağında meymunları biraz çəkin. Şabalt verirlər ha meymunlara. Baxırlar. Burada çöldən meymunları yemləmək üçün gelir. Kestiği qayıdış yoluna. Meymunlar belə hər yerdədir. Meymunlar bitlənir burada. Yoldaşlar, bir məsələni deyim sizə. Bu heyvanları da, yəni vəhşi heyvanları tam təbii halında görmək maraqlı olur. Meymundur, maraldır, bunları hər yerdə görə bilərsiniz. Ancaq təbii, azad şəkildə görmək biraz daha maraqlıdır. Nara şəhərində marallar var idi, azad gəzən. Burada meymunlar var idi. Belə də maraqlıdır. Tam vəhşi təbiətdə görmək daha maraqlı olar məncə. Yəni, təsadüfən rastlaşmaq. O da ki, həmişə qismət olmur. Arkadaşlar, hər dəfə yazma düşdüksən bir məsələdən danışıram. Biraz Yaponların təbiətə olan hörmətindən, diqqətindən danışım. Ümumiyyətlə, Yaponlar təbiətlə çox bağlı olan bir millətdirlər. Dinlərinin də təməlində təbiət dayanır. Şintoizm dinini araşdırsanız görərsiniz. Hər yerdə məbədlər var, təbiətlə hissədirlər. Gördüyünüz kimi hər yerdə parklardır, yaşıllıqdır. Obyektlər də var, yəni müəyyən bir yerdə, hər yerdə onun icazəsi yoxdur.
Restoran, kafe bizdə kimi bu təbiət olan yerdə görmürsən. Başqa nə deyim? Sigaret çəkmirlər. Yəni parklarda, şəhərdə heç yerdə sigaret çəkən adamları görməzsiniz. Bunun üçün xüsusi yerlər var. Hətta mən gördüm, yəni növbə gözləyirlər ki, içəridəki adam çəksin, qutarsın. Yəni içəridə bir neçə adam var. Növbə ilə keçib sigaretlərini çəkirlər. Şəhərdə, parkda həm icazə yoxdur, həm də çəkmirlər. Görürsünüz, gözəl mənzərədir, yürüyüş yollarıdır. Biraz petdə sürmək olur. Belə qayıqlarda gəzmək olur. Biraz burada oturaq, dincələk. Təbiəti seyr edək. Və onu da əlavə edeyim. Heç bir yerdə kiçik də olsa bir zibil görə bilməzsiniz. Yəni plastik butulka, kağız, salafan heç yerdə yoxdur. Yəni baxıram, heç turistlər də eləmirlər onu. Yəni gəlib görürlər ki, yapanlar özləri necə davranırlarsa, sonra istər-istəməz başlayır yenə davranmağa. Problemlərdən biri də odur ki, heç yerdə zibil qutusu tapmaq olmur. Məcbur özünlə saxlayırsan, haradasa bir yer tapsan ata bilərsən. Yoldaşlar, ödənişli parklarda bax belə məntəqələri olur. Yəni pulsuz burada müxtəlif növ çaylar içə bilərsiniz, müxtəlif növ içkilər var. Yəni alkoqolsuz içkilər də çaydır, Yaponiyadan içkilər, çaylar, matcha, sencha, su, şirin matcha, genmayça, limonlu su, belə, yaxşı yer. Kyoto'da ən məşhur olan Fushimi Inari məbədinə gəlmişəm. Shinto məbədidir. Yəni gördüyünüz kimi xeyli adam var. Saat 9'dur. Azərbaycanda isə gecə saat 4'dür. Bu məbəd çoxlu belə qapıları ilə, ardıcıl düzülmüş qapıları ilə məşhurdur. Bu giriş hissəsidir. İndi gedək, davamını da göstərəcəm. Fushimi Inari. Şintoizm dininə aid olan bir məbəddir. Japonlar Jinja deyirlər. Yol devam edir. Buradan dediğim o kapılar buradan başlıyor. Bu böyük kapıları bura gelen Japonlardan dileği gerçekleşen, yani arasına çatan zenginler, yani varlılar getirip düzeldirdiler. Vaxtilə, zamanıyla. İndi də eləyirlər. Artıq burada yeri qalmadığını digər tərəflərdə eləyirlər. Yaponiyada bir çox yerdə bu bambu meşələrindən görə bilərsiniz.
Məbədlərin də hamısı bir-birinə oxşayır. No. Dediyim kimi, heç birinin də içərisinə girməyə icazə vermirlər. 良かった悪かったじゃなくて、番号覚えてところに。お口いいですか？ Burada da fərqli bir ibadətgahdır. Gəlirlər yenə pul tullayırlar ora. Sonra əllərini bir-birinə vururlar, baş əyirlər, gedirlər. Ümumiyyətlə, bu dində də, başqa dinlərdə də belə baxsanız mənasız elə inanclar var. Ancaq bu inanc da bunun ağılla, zəka ilə bağlı olan bir şey deyil. Mütənasib olan bir şey deyil. Onlar da eynisini bizim haqqımızda bəlkə fikirləşirlər. Kyoto'da tez-tez rastlaşmaq olar. Belə yapanlar ənənəvi geyimlərini geyinib, bunu da kiralayırlar, bunu kiraya verən yerlər var. Bəzən turistlər də eləyir, geyinib gəzirlər, şəkil çəkdirirlər, video çəkirlər, sonra aparıb qaytarırlar. Dostlar, bu satış aparatlarından Yaponiyada hər yerdə var. 50 metrdən, 100 metrdən bir hər yerdə var. Qəpiyə atırsınız və yaxud da pulu oradan atırsınız. Kağız, pul, qəpi. Qalıq qaytarır. Buradan istədiyinizi seçirsiniz. Alırsınız. Və təkcə sular olmur. Orada hər şey olur. Yemək də olur bəzən. Şokoladlar olur. İndi bu ancaq su üçündür. Su və meyvə şirəsi üçün. Yaxşıdır əslində. Kyoto İmperial Sarayına giriş elədik. Giriş ödənişsizdir. Gedək nə var. Sadəcə içəridə turistlər üçün hər cür şərait yaradılır. Dincəlmək üçün. Məsələn, bu biridir. Arxa tərəfdə daha böyük var idi, kondisionerli. Su alabileceğin yerli aparatlar olur. Eşyan varsa, yükün varsa saxlayabileceğin yerler olur. Pulsuzdur. Bağlayırsan, açarı götürürsən. Sonra bize rahat gəlirsən. Geçen lisede gördüm ancaq girişə icazə yoxdur buralara da. Buradan qaydırır. Başqa bir marşruta. İçində çox maraqlılardı. Girib bu sarayın içini gəzmək. Once they had they decided to hold the fire. Konstruksiyası çox maraqlıdır. Hamısı bir-birinə keçmə taxtalar. Zaten
Size Japonların pullarını göstereyim biraz da. Deməli, en kiçik pulları 1'di, 1 yen. Sonra 5 yen, 10 yen, 50 yen, 100 yen, 500 yen. Qəpik bura qədər gəlir. Sonra en kiçik kağız pulları 1000 yendir. 1000 yen bizim 12 manata mütənasib gəlir. Yəni uyğun gəlir. Sonra 5000 yenləri var, bir də 10000 yen. 10000 yen də bizim 120 manatdır. Kağız pulları enlidir biraz. Kaşlığın kənarından çıxır hətta biraz. Məsələ ondadır ki, burada adamın cibi və işini dolu olur qəpiklə. Çünki en kiçik kağız pul 1000'dir. 12 manat eləyir. Məcburən qəpikləri daşımalı olursan. Və bir də ki, Yaponiyada bütün qalıqları qaytarırlar məcburi. 1 yen də olsa qaytarırlar. Sabahınız xeyir yoldaşlar. Bugün Yaponiyada sonuncu günümdür. Hal-hazırda Kyoto'dayım. Səhər saat 9'dur. Bugün son günüm olduğuna görə akşam uçuşum var. Osaka'dan Doha'ya. Bugün biraz alışveriş edeyim. Bak bu küçələr mərkəzi küçələrdir Kyoto'nun. Alışveriş küçələrdir. Ne bileyim. Ticaret merkezleri, her şey buradadır. Bak gördüğünüz gibi bu merkezi küçelerde yağış yağanda insanların ıslanmaması için veya ne bileyim başka şeyler için, güneşten korunmak için belə piyada yollarının üzeri bağlıdır. Bu yaxşı rahatçılıqdır. Bu küçelerde biraz alışveriş edeyim. Şimdi ortadan sonra çıkacağım yola. Ancak göründüğü kimi bu mağazaların çok bağlıdır. O günü ancak buraya gelmiştim. Akşam tarafı. Buraya sıxlıydı, hamısı açıq. Japonya'da mağazaların gec açılma ve tez bağlanma söhbəti var. Saat 5'ten sonra başlıyorlar bağlanmalar yavaş yavaş. Mağazada da 10'a işləyib 15 dəqiqə çox bağlıdır. Demək lakin hamısı. Yoldaşlar, son günümdə bir məsələni nəzərinə çatdırım. Yaponiyada elektronika sistemi bizə nisbətdə xeyli ucuzdur. iPhone'lar, tabletler, kameralar, kompüterler. Yani bir tane ucuz olan bunu ben gördüm. Esas bizden ucuz olan. Ben bir kamera aldım. DJI Osmo Pocket 3. Təxmini 50% fark var idi. Bizden olan qiymətinə. Bunu alsanız, elektronika sisteminden bir iki şey alsanız faydalanabilirsiniz. Değerli yoldaşlar, 12 günlük uzun bir yol əməliyyatının sonuna geldik. Biraz yorucu oldu. Açık gözümden de görebilirsiniz, yuxuluyam. Ama her şeye değer. Değer Japonya'ya gelmeye. Sonra belki biraz etrafı danışalım. Ancak son dəqiqələrimdir Japonya'da. 15 dəqiqədən sonra gördüğünüz təyyarəylə yola düşürük Doha'ya doğru. 11 saatlik uçuşlar. 11 saatten sonra Doha'da transfer olacaq. Oradan da Bakıya. Hələlik.